3-cü fəsil. Bacılar. Soma, tez gələcəksən? Gecikəcəyik. Qızın arxasından bacının səsi eşidildi. Harada ilişib qalmısan? Yenə də cənab X-in üçün darıxırsan? Qapının ağzında bacının başı göründü. Sona və Günay əkiz bacılar idilər ki, kənardan baxanda onları fərqləndirmək demək olar ki, mümkün deyildi. Ancaq qohumları və əlbəttə ki, gələcək həyat yoldaşını şübhəsiz tanıyan Günayın sevgilisi də daxil olmaqla onları heç vaxt səhv salmazdılar. Mənə darıxan deyən kimdə əcaba? Sən özün də Raminsiz bir dəqiqə ayrı qala bilməzsən. Onun hərbi xidmətə çağırışından cəmi 3 ay keçməyib, amma sən özünə yer tapa bilmirsən. Sona gülərək cavab verdi. Qızlar, tez olun, bircə gecikməyin. Ana, bizə uğurlar arzula. Analarının yanağından öpən qızlar qapıya tərəf qaçdılar. İşləriniz avand olsun, uğurlar. Rəna xanım qızlarının arxasınca qışqırdı. Cəhənnəmə ki! Cavabı artıq enişdən aşağıda bir yerdə eşidildi. Bu qədər narahat olma. Sona yolda bacısını sakitləşdirdi. Biz bütün materialı əzbər bilirik. Biz mütləq lazım olan balı toplayacağıq. Sən özünü həmişə belə sakitləşdirməyi necə bacarırsan? Gizlicə meditasiya edirsən? Günay heyrət etdi. Bacısının şən gülüşü onun cavabı oldu. Sona 2 dəqiqə sonra dünyaya gəlsə də, Günay özünü ondan kiçik hiss edirdi. Hətta düşünürdü ki, onların arasındakı yaş fərqi çox böyükdü. Onların arasında Sona sakitləşdirməyi və hər hansı problemindən çıxış yolu tapmağı bacarırdı. O elə indicə Günayın əlindən tutmaqla bu mühüm qəbul imtahanı öncəsi öz sakitliyini və inamını ona aşılaya bildi. Hər iki qız məktəbi əla qiymətlərlə bitirərək, ali məktəbə qəbul imtahanlarına diqqətlə hazırlaşırdılar. Onlar Bakı Dövlət Universitetinin Tarix Fakültəsinə birlikdə daxil olmaq qərarına gəldilər. Həmişə olduğu kimi, birlikdə. Sonanın proqnozlaşdırdığı kimi, onlar tez, asanlıqla, inamla imtahandan keçdilər və indi bulvarda dənizə baxan kafedə dondurma yeyirdilər. Axşam düşməsinə baxmayaraq çox isti idi və xüsusən də keçirdikləri həyəcandan sonra soyuq dondurma lap yerinə düşmüşdü. Hələ də onu görəcəyinə ümid edirsən, deyən, Günay sual verməkdən daha çox iddialı şəkildə Sonanın parapet boyunca baxmasına, vaxtaşırı nəzərlərini cavanlara zilləməsinə fikir verdi. Yəqin ki, mən sadəcə onun yaxşı olduğunu bilmək istəyirəm. Bulvardakı həmin səhnəni təkrar-təkrar beynimdə canlandırıram və fikirləşirəm ki, mən düzgün reaksiya verdimmi? Sözləri yerində söylədimmi? Mən psixoloq rolunu oynamağa çalışmırdım. Sadəcə onu bu fikrindən daşındırmaq və fikrini dəyişmək üçün şans vermək istəyirdim. Hardasa oxumuşdum ki, bəzən intiharla bağlı düşüncələrin axınını kəsmək kifayətdir və insan bu anlıq impulsu unudur. Düşünmək belə istəmirəm ki, o adamı özünə intihar etmək üçün körpüyə qaldırmağa nə vadar etdi. O heç də zəif və ya özünə inanmaydı. Deməli, hər şey göründüyündən də ciddiymiş. Narahat olma. Gördün ki, fikrini dəyişib, geriyə dırmaşıb. Tutaq ki, onunla hər şey qaydasındadır və bir gün hardasa rast gələcəksiniz və o zaman mütləq onu hər tərəfli sorğu-sual edib, Xəzərin dərin uslarında nələri itirib axtardığını öyrənə biləcəksiniz. Bacı, bu artıq fantaziyadan başqa heç nədir. Onun necə göründüyünü belə bilmirəm. Gördüyüm bircə enli çiyinlər, qara saçlar idi. Heç üzümə belə baxmırdı. Sona kədərlə gülümsədi. O bacısına hər səhər eyni vaxtda qaçmağa getdiyini, həmişə eyni marşrutla qaçdığını, nəyə ümid etdiyini, rast gəlsə belə oğlana nə deyə biləcəyini bilmədiyini belə demədi. Günay fikirlərə dalıb uzaqlara boylanan Sonaya baxdı. Sanki özünə çox oxşayan və eyni zamanda tamam başqa bir insan gördü. Hər iki qızın üz cizgiləri çox oxşar idi. Hər ikisinin də uzun, tülkülü kirpikləri ilə çərçivələnmiş, iri qəhvəyi özləri, yumarlıq üzləri var idi. Bənzər olmalarına baxmayaraq, dünyaya fərqli baxırdılar. Özünə inamlı və sakit baxışla Sona, ütəncik, zərif, özünə məxsus yumşaq xasiyyətlə Günay. Üz ifadələri və mimikaları da dəyişkən idi. Onlar bir-birini tamamlayarmış kimi xasiyyətcə də fərqlənirdilər. Sona həmişə qətiyyətli və məqsədə yönlü olub. Həmişə böyük bacı rolunu öz üzərinə alıb. Qorxaq və hər şeydən şübhələnən Günaydan fərqli olaraq, istənilən vəziyyətdə sakin olmağı və yüz ölçüb bir biçdikdən sonra qərar qəbul etməyi bacarırdı. Buna baxmayaraq,
Bacılar arasında xüsusi bir bağlılıq var idi. Bəlkə də əkizlər arasında çox vaxt mövcud olduğu deyilən telepatik əlaqə deyil, onları təkcə bacı deyil, həm də ən məhrəm duyğularını bir-birlərinə etibar edən yaxın rəfiqələrə çevirdi. Evə getmək vaxtıdır. Günay Sonanı xəyalından yavaşca ayırdı. Dincəlmək lazımdı, bugün çətin gün olub. Yaraşıqlı oğlanla danışmaq üçün evə tələsirsən. Sona gülümsədi. Yaxşı, onu gözlətməyək. O yəqin ki, özünə yer tapa bilmir və nigarandı. Əgər qayıtmaq istəmirsənsə, mən buradan da zəng vura bilərəm. Xeyr, sizin söhbətiniz əsəbləri zəif olanlar üçün tamaşa deyil. Ətrafımızda izləyici nə qədər az olsa, yaxşıdır. Sona gülümsədi və qızlar evə tərəf getdilər.